Selam dostlarım, sizin de videoma hoş geldiniz. Bugün sizlerle beraber anamın mənə aldığım qələmləri baxacağıq, görək necə yazır. Hadi o zaman videomuz başlasın. Səfər deyirəm, gətirəm. Baxın, belə bir qələmlər aldım. Deməli, demişdim 2 dənə qara qələm, 2 dənə göy qələm alsın. Bir dənə də fioletovi, yəni bənövşəyi rəng alıb. İndi bunların yazılarına baxacaq, görək necədir. İnanın heç birinə baxmamışam necə yazır. Bir dənə piano kübilləm, onun duruşu nə qədərdir, neçə vaxt ki işlətmə. Yəni anam bunlar. Şimdi belə bir vərəq var. Aha. Bundan başlamaq istəyirəm. Diqqətimi cəlb etdi. Mənə sən lazımsan. Bayağı bəyəndim. İndi sizə də göstərəcəm necə yazdığını. Bayağı gözəldir. Baxın, burada yazmışam, görürsünüz. Mən incə, qalın olmayan bir qələm istəyirdim. Bu qələm də onun nümunəsidir. Ala bilərsiniz. Neçə olduğunu bilmirəm. Neçədir? 0.7-dir mi, neçədir mi? Amma bəyəndim. Keçirik digər göy qələmimə. Bu da mənim diqqətimi cəlb elədi. Çünki belə qələm heç işlətməmişəm. Bu da onun kimidir. Hamısını da en yansın yazıram. Bu da mənim üçün idealdır. Yəni bildiyimiz qələm. Keçirik qara qələmə. Bunun qırmızısını işlətmişəm, amma qarasını da işlədək baxaq. Wow! Yazılca yazdım amma ideal. Çox yağlı, gözəl və incə bir qələmdir. İndi keçirik digər qara qələmə bu. Bu biraz qalın yazır. Ona görə də artıq bunlar istifadə eləmirəm. Əvvəl bunlardan istifadə eləyirdim. Amma bu da gözəldir. Yəni qalın sevənlər üçün əla və yaxlıdır. İndi isə belə bənövşəyi bir qələm var, ona baxacaq. Bunu da eləməm. Belə açıram. İndi baxaq. Bu mənim üçün biraz xoşuma gəlmədi. Xoşuma gəldi, amma mən istifadə eləmirəm. Amma gözəldir yenə də. Müxtəlif qaydaları yazmaq üçün, rəngləndirmək üçün gözəldir. Qara qələmlərdən ən sevdiyim bu. Mavi qələmlərdən ən sevdiyim bu. Elə bənövşəyi də bu. Dostlar, bir videomuzun sonuna gəldik. Biraz videom uzun oldu, amma neysə, videomuzu bəyənsiniz. Like atıp abone olmayı. Öptüm size. Bye.